Şah İsmail Şiə deyildi. Heç bir əsərində də özünü Şiə adlandırmır. Türklər Quteybədən sonra İslamı qəbul edilər, qılınc gücü ilə zorla qəbul edilər. Ümumiyyətlə mən istəyirəm bir tarixçi baxışı ilə baxaq ki, İslama qədər türklər vahid dini inancı var idi. Onlar bu qədər bir-biri ilə yaxın idilər. Xeyr, yaxın deyillər. Amma soruşsan ki, İslama qədər bir dənə belə deyim, türk ədibi, şairi, mütəfəkkiri, rəssamı göstər ki, bu gün biz onu belə deyib, əlimizdə bayraq edib dünyaya tanıdaq. Osmanlı dönəmində, Səlimin dövründə Şah İsmaillə olan savaşlar, Çaldıran savaşda daxil olmaqla, bunların əsas məqsədi işte İslam olmuyor. İslamsız türkçülük tezisi dünyanı özü ilə düşmən eləməkdən başqa heç bir şey yaramaz. xoş gördük dostlar. Əslində olan layihəsinin növbəti buraxılışı ilə yenidən qarşınızdayıq və bu gün son dönəmlərin ən maraqlı mövzularından biri haqqında danışacağıq. Türklər və İslam mövzusunda son günlərdə ümumiyyətlə İslama qarşı bir növ propaganda aparan insanlar adətən türk mövzusunu ortaya atırlar ki, türklər üçün bir problemdir. İslam türklərin başına gəlmiş bəladır və biz də bu gün türklər və İslam mövzusunu danışacağıq. Qonağımız isə tarix üzrə fəlsəfə doktoru, tarixçi Ceyhun Bayramlıdır. Ceyhun müəllim, xoş gəlmisiniz. Təşəkkür edirik, sağ olun. Mən təşəkkür edirəm sizə bizim dəvətimizi qəbul elədiniz və bu layihədə bizlə bir yerdə iştirak edirsiniz. Minnətdaram sizə. Sağ olun. Mən istəyirəm birbaşa elə keçək mövzuya. Ümumiyyətlə bu siz də sosial şəbəkələrdən izləyirsiniz yəqin ki, son günlərdə ümumiyyətlə İslama qarşı belə həddən ziyadə türk məsələsini ələ alaraq hücumlar həyata keçirilir. Və burada da ümumiyyətlə bir növ İslamı türklər üçün çox ciddi bir problem göstərirlər də. Yəni İslam türklərin başına gəlmiş ən böyük bəlalardan biridir. Bu cür təqdim olunur. Mən istəyirəm əvvəlcə birinci sualda bunu verim. Türklər İslamdan öncə kim idi və necə bir həyat yaşayırdılar? İslamdan öncəki türklər haqqında biraz danışaq. Təşəkkür edirəm ilk öncə dəvətinizə görə. Mövzu o qədər geniş mövzudur ki, hansı tərəfindən başlasan digər tərəfi yarımçıq qalacaq. Ona görə biraz konkretləşdirmə edəcəyik inşallah fikirlərimizdə. Məsələn, deyilən ifadə və açıqlama tək həmin insanın şəxsi baxış bucağını qoymur ortaya. Cəmiyyətdə bir qrup insan var ki, onlar məsələn türkçü olduqlarını iddia edirlər, ancaq bununla bərabər İslam faktorunu inkar etmək üzərində öz əqidə əsaslarını qurmağa çalışırlar. Və bu da sövq-i təbii olaraq cəmiyyətin böyük əksəriyyətini təşkil edən müsəlman əhalinin və onların da içində müsəlman türklərin qıcığına səbəb olur. Haqlı olaraq onların belə deyim narazılığına səbəb olur. Məsələnin yanlış qoyulması hər zaman yanlış nəticələrə gətirib çıxardır da. Bilirsiniz, o Məhəmməd Peyğəmbərin bir sözü, elm bir nöqtə idi, cahillər onu müxtəlif tərəflərə istiqamətləndirirlər. Bəzən faktların yanlış interpretasiyası və təqdimatından yola çıxaraq bir iddialarda bulunurlar və bu iddiaların əslini araşdırarkən görürsən ki, arxasında böyük bir boşluq yatır və kifayət qədər tarixi cəhətdən də əsaslandırılmamış, natamam fikirlərdir bunlar. Və ən pis olan odur ki, bugünkü müasir dövrdə hər kəsin əlində artıq mikrofon var. İstəyir sosial şəbəkələrdə və s. və bilən-bilməyən hər kəs ehkam kəsməyə, müəyyən fikirlər söyləməyə və iddialar irəli sürməyə. Din mövzusu elə bir mövzudur ki, hamı danışa bilir o haqqda. Çox təəssüflər olsun. Məsələ də bundadır. Yəni istər din, istər əqidə əsasları baxımından hər bir xalqın etnosun millət kimi formalaşmasını səciyyələndirən bir neçə mühüm amil var. Sosiologiyada bu amillər inkar olunmaz amillərdir. Kimin nə deməyindən asılı olmayaraq. Bu amillər hamısı bəlli bir bölgədə yaşayan, kompakt yaşayan cəmiyyət, toplum tərəfindən qəbul edilirsə və varsa, mövcuddursa, həmin toplum artıq millət olma səviyyəsində qəbul edilir və özü də millət kimi yaşamını sürdürür. Bunların başında o qan, gen, antropoloji, bioloji göstəriciləri qoyuruq kənara. O ən birinci və ilkin elementar insani meyarlardır. Bundan sonra gələn amillərin öndə gələnlərindən biri də dini eyniyyət faktorudur. Məsələn,
sizin dediyiniz, həmin şəxsə istinadən söylədiyiniz İslam türklərin başına gətirmiş ən böyük bəladır ifadəsindəki köklü təməlli yanlış bundan ibarətdir ki, İslama qədərki türk toplumları vahid dini belə deyim də vəhdətə sahib olmayıblar. Ayrı olub din, fərqli. Yəni cəmiyyət toplumu olaraq bir neçə dinə qulluq edən qruplardan ibarət olublar. Xristianlar olub, Xristianlar, Musəvilər var idi. Bu qədim tanrıçılar da var idi. Mən şamanizmi qoyuram qırağa. Şamanizm 20-ci əsrdə bəzi yanlış və zahirdən düşünən araşdırmaçılar tərəfindən belə deyim, türk xalqlarına calaq edilmiş bir əqidə. Şamanizm Tungus Mancur inancıdır və hətta Rəfiq Özbək Türkün Qızıl kitabı əsərində yazırdı ki, Göytürk xaqanı şamanizmi cadu piti dini olaraq elan etmiş və topluma qadağan etmişdir. Yəni türk inancı deyil şamanizm. Mən də şamanizmi türk inancı bilirdim. Yox, Tungus Mancur inancıdır və türkün tək tanrı sisteminə, düşüncəsinə heç bir aidiyyət yoxdur. Uyğun deyil. Bəli, sadəcə məsələləri bir-birinə calaq eləmək, zahiri bənzərliklərdən müəyyən rituallardakı zahiri bənzərliklərdən istifadə edən çoxluq elə düşünür ki, bu şamanizm türklərə aiddir. Bunu bir kərə bu yanlışı düzəltmək lazımdır. Daha sonra türklərin İslama qədərki durumunu biz müşahidə etsək, sualınızın cavabı olaraq, birinci növbədə onu deməliyik ki, türk xalqlarının belə deyim, vahid bir əqidə əsasında, vahid bir milli kimlik əsasında yaratdıqları hər hansı bir cəmiyyət yox idi. Göytürk var idi, tamam, amma Göytürkün özü sonradan iki yerə bölündü, şərqi və qərbi Göytürk. Daha sonra da Uyğur xaqanlığı yarandı və onlar özləri, belə deyim də, Göytürklər də savaş apararaq iqtidara gəliblər. Məsələ də bundadır. Bunların hamısı İslamdan kənardır. Yəni, o adam iddia edirsə ki, İslamdan əvvəl türk xalqları can deyib can eşitdirdi, bir-birinə heç bir savaşları yox idi, böyük miqyasda yalan söyləyir. Bəli. Yəni məsələnin kökü bundan ibarətdir ki, istəyir Avar xaqanlığı olsun, istəyir Hun imperiyası dövründə olsun. Bunların hər biri biz araşdıranda görürük ki, iç savaşlar, ticarət yolları, otlaqlar və s. səbəblər ucbatından bu türk etnosları, boyları bir-biri ilə daim savaş və rəqabət mühitində olublar. Məsələ, belə deyim, daha münbit torpaqlar məsələsi idi. Çünki yarım köçəri həyat sürən türk xalqlarının yanında bir də tam köçəri həyat sürən türk xalqları var idi. Yəni, bunların hamısına eyni yanaşmaq olmaz. Təkcə, belə deyim də, İslamdan öncəki türk, belə deyim, dövlətlərinin hamısı feodal olmağına feodal dövlətdir. Yəni, sırf bir nəfərin lideri, istəyi əsasında qurulmuş və öz ətrafında topladığı qüvvələrlə iqtidarı ələ keçirib qurduğu dövlətlərdən bir söhbət açırıq və gördüyümüz kimi onların əksəriyyətində əqidə əsasları olmadığı üçün çox qısa bir müddətdə həmin şəxsin dünyasının dəyişməsi ilə və s. övladları arasında taxt qavğası düşməsi ilə həmin dövlətlər məhv olub gedib. Əslində, həmin insanlar ki, İslamı hədəfə alaraq türkçülük formalaşdırmağa çalışırlar. Onların ən böyük yanlışı ondadır ki, onlar İslamın birləşdirici xətt olduğunu və insanları toplum olaraq vahid əqidə əsasları altında bir bayrağın altına gətirdiyini unudurlar. Görmək istəmirlər. Məsələnin kökü bu qərəzdədir. Məsələnin bir də yanlış interpretasiyası var. Təəssüf ki, İslamın bu günə qədər Ərəb İslamı və Fars İslamı adı ilə assosiasiya eləməyə çalışıblar. İslamı Ərəb dini olaraq təqdim etməyə çalışıblar və bundan yola çıxan, bu yanlış düşüncədən yola çıxanların da bir çoxu Ərəbin isə o zaman mənə aidiyyəti yoxdur, mən bunu inkar edirəm düşüncəsindən çıxış edib İslama qarşı mövqe sərgiləyiblər. Dinin milliyyəti olmaz da, din elə bir strukturdur ki, həqiqətən, yəni bəşəriyyətə xitab edir din. Əlbəttə ki, belə deyək də, monoetnik dinlərin heç biri uğur qazanmır. Yəni, tarix bunu göstərir. Bəziləri bildirir ki, dünyada 5000 din var, inanc var, biz bunların niyə məhz İslamı seçməli və s. Bunlar lokaldır, çoxsu lokal dinlər. Əlbəttə ki, lokal dinlərdən söhbət gedir və ən təkmil din olaraq ortaya qoyulan bir dini inanc təsəvvür edin ki, insanların hamısını ümumi dəyərlər əsasında bir araya gətirə bilir. Onların arasında xoşgörü, insanlıq, yardımlaşmaq, bir-biri ilə insani münasibətləri inkişaf elətdirərək
vahid bir belə deyim də çiçəklənən bir dünya konsepsiyası. Yəni bu yalnız səmavi dində və bəşərçi düşüncədə olan dində ola bilər. Monoetnik dindən nə gözləyirsən? Sənin etnik dinivi, etnik əsaslarda qurduğun dini inancı sənin qonşu qəbilən, qonşu xalqın heç qəbul etməyəcək. Yəni ona qalsın. Təbii, təbii. O nöqteyi nəzərdən bəşəriçi bir belə deyim, yasalar toplusu, insani yaşam tərzi normalarını əks etdirən bir inanc, əqidə müstəvisinin olmağı mütləq şəkildə vacibdir bir toplum üçün. Onda biz belə anladıq ki, türklər İslamdan öncə, yəni bir vahid çətir altında birləşə bilmirdilər və burada da inanc faktoru önəmli xüsusiyyətlərdən biri idi. Yəni önəmli rol oynayırdı buradakı. Vahid inanclar olmadığına görə bunlar adətən bir-birlərindən vahid bir çətir altında toplaşa bilmirdilər. Və burada mən ikinci bir mövzu haqqında istəyirəm qısaca danışaq. Məsələn, türklərin İslamla tanışdıq prosesi var da ki, halbuki biz bilirik ki, tarixdə İslama ən böyük töhfə vermiş xalqlardan biri həqiqətən türklər olub, yəni dövlət strukturu olaraq. Bu türklər İslamla necə tanış olublar? Adətən İslamı tənqid eləmək istəyənlər, hansı ki bu türk mövzusunu ortaya ataraq, Quteybə məsələsini atırlar ortaya ki, ay türklər Quteybədən sonra İslamı qəbul edilər, qılınc gücü ilə, zorla qəbul edilər. Ümumiyyətlə mən istəyirəm bir tarixçi baxışı ilə baxaq ki, türklər İslamı necə qəbul elədi? Yəni necə tanış oldular İslamla? Ümumiyyətlə məsələlərə standart Sovet yanaşma tərzindən kənara çıxmaq lazımdır ki, daha rasional, daha obyektiv nəticələr hasil edə bilərsən. Məsələn, Sovet dövründə belə bir yanlış ortaya atmışlar ki, İslam gəldi, qılınc gücə qəbul etdirildi. İndi məntiqlə bir düşünək. Hansı bir dini inanc uzun müddət yaşaya bilər, əgər onu insanın boynuna qılıncı diriyərək zorla qəbul etdirirlərsə? Bəli. Mənim dinimi qəbul elə, yoxsa səni öldürəcəyəm. Təbii ki, insan can qorxsan deyəcək, qəbul etdim. O 5 metr aralarından sonra yenə öz inancına qayıdacaq. Əksinə daha böyük fürsət yaxalamağa çalışacaq ki, ona təhlükə törədənə qarşı cəbhə alsın. Necə ki, çox üzr istəyirəm, o Sovetlər ki, bunu təbliğ edirdilər. Biz necə ki, Sovetlərdən ayrılan kimi yenə öz inancımıza qayıtdıq. Hansı ki, ateizmi zorla, həqiqətən də o qılınc gücünə ki, deyirlər, onunla qəbul etdirmişlər. Ayrıca İslam zor gücünə dünya üzrə yayılıb deyənlər bir neçə argumentin qarşısında cavabsız qalırlar. Yəni susmaqla yola verməyə çalışırlar. Məsələn, bu argumentlərdən biri odur ki, o zaman İndoneziyanın kim qılınc gücünə dünyadan İslam'a gətirdi. Bəli, yəni məsələnin kökü bundan ibarət ki, bir bəşəri inanc, hansı ki böyük yaradana xitab edir, onun yasalarını insanlar arasında yaymağı təbliğ eləyir. O inanc qılınc gücünə yayılması absurddur. Üstəgəl tarixi faktlardan biz bilirik ki, ən çox belə deyim də işğalçı, talançı ərəb yürüşləri Əməvilərin dövründə baş verib və Əməvilərin istəyində deyildi yerli əhalini müsəlman eləmək. Onların bu maraqları yox idi onlar. O maraqları yox idi, çünki xəzinəni cizyə hesabına doldurmağı düşünürdülər. Onlara daha çox sərf eləyirdi ki, əslində öz inanclarına qalsın. Yəni öz inanclarına qalsın deyə. Yəni İslamın yayılması bu adamların zərrə qədər umurunda deyildi. Heç düşüncələrində belə yox idi. Məsələ bundan ibarətdir və kütləvi şəkildə türklərin İslamı qəbul etməsi istənilən halda hakim elita ilə, Əməvilər sülaləsi ilə, Əməvilər sarayı ilə bir əlaqəsi yox idi. Və necə tanış oldu türklər İslamla? Nə baş verdi, nə oldu? Biz tarixdə ehtimallar üzərindən yürüdülən bir çox şeylər var ki, tarixi qaynaqların belə deyim, boşluğu imkan vermir ki, o sahədə qəti söz deyəsən. Məsələn, İslam tarixinin ən böyük problemi birisi nədədir? İslam tarixinə dair ən qədim əsər İbn Sədin Təbəqat Kübra əsərdir və İbn İshaq sonra gəlir, digərləri gəlir. Bu da gəlir düşür 8-ci əsrin ikinci yarısının başlarına, belə deyək. 760-770-ci illərə təsadüf eləyir. Təsəvvür edin, Peyğəmbər dünyasını dəyişib 632-ci ildə. Ondan 140 il sonra hələ ilk bu gün bizə məlum olan əsər yəni var. Bu suallar doğurur. Mümkün deyil ki, belə deyim, 140 illik bir dövr ərzində İslam dünyası, müsəlman səhabələr, Peyğəmbərin ardıcılları olmuş, onun moizələrini dinləmiş minlərlə insandan bir nəfər belə hansısa bir əsər yazıb ortaya qoymasın.
Düz. Yəni məntiq bunu deməyə əsas verir ki, olubdur. Sadəcə belə deyim, gəlib bu günümüzə çıxmayıb və sonrakı sülalələr tərəfindən onların iqtidarlarına təhlükə vəd etdiyi gərəkçəsi ilə aradan qaldırılıb, ləğv olunub. Yəni bundan yola çıxanda biz məcburuq ki, bəlli tarixi hadisələr üzərində ehtimallar üzərindən danışaq. Çünki belə deyək də, bəzən deyirlər, hətta Babək dövründə atəşpərəstliklə əlaqələndirməyə çalışır Sovet, amma bir elementar suala cavab verəmirdi. Axı, hələ Babəkdən 180 il öncə İslam Azərbaycana gəlmişdi. 641-642-ci illərdə Utbə İbn Fərqad və Abdullah İbn Bukeyrin başçılığı ilə iki ordu gəlmişdi Azərbaycana. Hətta onlar əhdnamələr bağladılar əhali ilə, sülh əhdnamələri və Azərbaycanda İslamın belə deyim, missioner formasında, sülh şəraitində yayılması prosesi başlandı. Hətta Əhməd Əl-Bəlazuri yazır ki, Fütuh Əl-Buldan əsərindəki Xəlifə Əlinin təyin etdiyi vali Azərbaycana gəlib yetişdikdə gördü ki, əhalinin mütləq əksəriyyəti artıq İslamı qəbul edib və Quran oxuyurlar. Yəni bu faktlar 7-ci əsrin ya ortasına aiddir, ortalarına aiddir. Yəni bu nöqteyi nəzərdən yanaşanda biz belə deyə bilərik də, türklərin Altaydan gəlmə nəzəriyyəsindən çıxış edən yanlış düşüncə elə zənn edir ki, Azərbaycanda türklər yox idi. Halbuki, hətta ən qatı anti-türkçü düşüncədə olmuş Sovet tarixçiləri var ki, onlar öz əsərlərində qeyd edirlər ki, Hunlar, Savirlər, Xəzərlər erkən orta əsrlərdə Azərbaycan dolu idi. Və Albanların da içində türk tayfaları olub, mən bilən, yoxsa olmayıb? Alban, deməli mən onları Alpan deyərdim. Çünki onların adı, hətta Kitab-ı Dədə Qorqud dastanlarının Dresden nüsxəsində belə Alpanlar başı Qazan olaraq keçir. O Qazan xanın ismi. Yəni Alban başçısı kimi keçir adı Qazan. Alpanlar başı Qazan, belə gedir adı. Maraqlıdır. Yəni Alpan sözü Alpərən sözünün belə deyim, qısaldılmış bir formasıdır. Alplar deməkdir. Bu Alp dağları ilə bağlıdır da. Yox, Alp sözü qədim türkçədə qəhrəman deməkdir. Qəhrəman mənada. O mənadadır. Qəhrəman mənada. Və Alpanlar birbaşa Massagetlərin, yəni baş saqatların nəvələridir, belə deyək. Sonraki dövrə aiddir. Və İslama qədər ki, Azərbaycan coğrafiyasına baxsaq, Cənubi Azərbaycan Atropat mediası deyilirdi bəzi mənbələrdə. O Sasanilərin bir satraplığı olaraq fəaliyyət göstərirdi və Arazdan yuxarıda olan Alban knyazlığı da vassal asıllığında olan bir dövlət idi və dini transformasiyalar dövrü İslamın gəlişi ilə hər şey dəyişir burada. Yəni böyük mütləq əksəriyyət İslam inancını xalqın təbii, qədim inancı olan tək tanrıçılığın təməlləri üzərində olduğunu görərək sövq-ü təbii maraq yaranır bu dinə və bu dini olduğu kimi qəbul edirlər. O zaman xatırladaq ki, nə bugünkü məzhəblər var idi, nə şəri doqmalar var idi, ya hər hansı bir belə deyim, risalələr və s. yox idi ki, deyəsən ki, bugünkü qəlibdə olan İslam xalqa qəbul etdirilib. Belə bir şey yoxdur. Məzhəblər Peyğəmbərin ölümündən 2 əsr sonra ərsəyə gətirilmiş etiqadi və fikri məzhəblərdir, xəttlərdir və onlardan çıxış etmək bizi həqiqətlərə götürmür. Yəni, istər türklərin tarixi ilə bağlı, istər İslamın tarixi ilə bağlı. Deməm, ondan ibarətdir ki, İslama qədər ki, hətta bizim tarixi coğrafiyamızda belə vahid, yekdil dini inanc yox idi. Bir qism İsəvi idi. Mən bunu xristianlıqdan ayırmaq istəyirəm. İsəvilik inancı, hansı ki, monastırlarda zahidanə həyat tərzinə əsaslanan bir sistemdir. Nə gürcülərdə, nə ermənilərdə bu yoxdur. Onlarda kilsə sistemli, hierarxik sistemli. Bizdə monastır sistemi. Bizdə monastır sistemi idi. Zühd üzərində qurulmuş, zahidlik üzərində qurulmuş bir İsəvi dini inancı idi. Bir qism Zərdüştli idi. Bir qism atəşpərəst idi. Mən bunu məxsus olaraq ayırmaq istəyirəm. Çünki Zərdüştülük başqadır, atəşpərəstlik başqadır. Atəşpərəstlik Pers Sasanilərin dövlət dini idi və o yayılırdı. Təbliğ edilirdi, yayılırdı belə. Amma əhali Zərdüştü, İsəvi, Musəvi, Yahudi dediyimiz Musəvi. Musəvilik də biraz da hətta Xəzərlərin burada təsiri var idi, etkisi var idi. Çünki bölgəyə ən yaxın olan imperiyalardan biri Xəzər dövləti idi. Və belə deyim, bir etnos, bir cəmiyyət, bir toplum düşünək ki, 4-5
fərqli dini inanca sitayiş edir və birdən-birə elə bir din gəlir ki, əksəriyyət tərəfindən qəbul olunur. Bu nəyə gətirib çıxardır? İlk növbədə etnokonsolidasiyaya gətirib çıxardır. Yəni toplum yenidən təşəkkül tapır, yeni dəyərlər sistemi ortaya qoyulur, vahid dini inanc onları bir araya gətirir. Yəni bəzən indi pafosla danışan bəzi türkçü qardaşlarımız iddia edirlər ki, İslama qədər türklər vahid dini inancı var idi, onlar bu qədər bir-biri ilə yaxın idilər. Xeyr, yaxın deyirlər. Təsəvvür edin, ayrı-ayrı səngərlərdə yəni hər ikisi eyni millət, eyni etnos, ancaq biri bu dinə inanır, biri başqa bir dinə inanır. Bu da qarşıdurma yaradır. Təbii ki, təbii olaraq qarşıdurma yaradır. Yəni bunun inanclarını o qəbul etmir, onun inancı buna toxuna bilər. Yəni bir də var etnokonsolidasiya. Yəni xalq vahid dini inanca sahibdir və bu inanc onu ayaqda tutur. Necə ki, bugünkü Uyğurlar Çin zülmü altında məhz İslam inancı sayəsində ayaqdadılar. Belə deyim, assimilyasiya olunmaqdan qoruyur onları. Və tarixdə bunun örnəkləri çoxdur. Məsələn, müsəlman olmayan türk xalqlarının çoxunu biz ya assimilyasiya olmuş görürük, ya bugünkü müstəmləkələr halında görürük. Eynən. İstər kalmıklar olsun, yəni istər Çuvaşlar, istər Tıvallar, Altaylılar və digər xalqlara baxsaq, biz görəcəyik ki, müsəlman olmadıqlarından dolayı onların xarici təsirlərə qarşı müqavimət gücü də zəifdir. Əriyirlər digər xalqlar. Bəli, əqidə əsasları zəifdir. Ancaq, məsələn, Bulqarlar ərdi getdi. Müsəlman olmayan Bulqarlar ərdi getdi. Müsəlman olmayan Qaqavuzlar nə qədər öz dilini, mədəniyyətini önündə tutmağa çalışsa belə, balaca bir dövlət belə qura bilmirlər. Amma Pridnestrovye adlanan ərazidə Rusun qoşunları bu yunda var və bir saxta dövlət qura bilirlər. Amma Qaqavuzların öz dövləti bu yunda yoxdur. Bura Macarları da aid edə bilərik. Əlbəttə ki, Macar dediyimiz Madyarlar əslində türk boyları idi. Amma xristian olduqlarına görə atan türklükləri oldu. Bəli, çünki biz bugün belə götürürük ki, türk xalqlarının vəhdətində İslam faktoru önəmli bir rol oynayır. Bir. İkincisi, türk xalqlarının bugünkü dövlətçilik institutlarının qurulmasında, onların vahid milli kimlik ərsəyə gətirməsində, İslam inancına yekdil toplum olaraq inanmaları böyük rol oynayır. Bunu inkar etmək qeyri-mümkündür. İstir Tatarı olsun, Başqırdı, Qazaxı, Türkməni, Qırğızı, Özbəki, Karakalpak. Bunların hamısında biz eyni amilli görürük. İslam faktorunun etnokonsolidasiya baxımından bir etnosun, millətin təşəkkür etməsində oynadığı rolu görürük. İslamın olun. Çox gözəl. Burada bəs mən istəyirəm burada bir neçə misal verək Ceyhun müəllim. Çünki ola bilər ki, izləyicilərimiz bizdən məsələn sual eləsinlər ki, bayaqdan deyirsiniz ki, İslamdan əvvəl türklər döyüşüblər. Buna bir dənə misal varmı misal üçün? Bu məsələyə dair bir neçə misal vermək olarmı ki, məsələn hansı döyüşlər olub, kimlərin arasında bayaq döyüşlər dedim, olub? Uyğur Xaqanlığı 2-ci Göytürk dövlətinə qarşı savaşlar aparıb və onları aşıdaraq hakimiyyətə gəliblər, iqtidarı ələ keçiriblər. Yəni bu təbiidir. Bir coğrafiyadakı belə deyim, başqa etnoslar yoxdur. Həmin bölgədə təbii ki, rəqiblər özləri olacaqlar. Özləri olacaq. Və fərqli inancda bunu bir növ tətikləyici. Yəni buna görə nə Uyğuru sən niyə digər türk etnosuna, Göytürklərə qarşı çıxdın deyə qınayası deyil, nə onları buna qarşı qınayası deyil. Təbii. Zaten Göytürk imperiyasının özünün iki yerə bölünməsi də daxili intriqaların, savaşların və münaqişələrin nəticəsi idi. Bəli. Yəni bu şeylər var ki, biz bunları inkar edə bilmərik. Savaşlar daha çox olub da türk dövlətlərinin daxili çəkişmələrindən, hər bir əqidədə, ideologiyada biraz pafos, biraz utopiya, biraz fantaziya var. Təbii. Mən rasional düşünən bir insan olduğuma görə və insanlara da hər zaman rasional düşünməyi tövsiyə elədiyimə görə mən o fantaziya ürünlərinə o qədər də ciddi əhəmiyyət vermirəm. İstəyir türkçülük olsun, istəyir İslam məzhəbləri olsun. İslam məzhəblərində təəssüf ki, var bu eyni fantaziyalar. Hansı ki, belə deyim, onun əsli ilə yaxından uzaqdan əlaqəsi yoxdur. O baxımdan biz təbii ki, bunu deyiriksə, türkçü kəsimin də utopiya, fantaziya burulğanından çıxmasına yardımcı olmalıyıq. Onları rasional dünya görüşünü, real olan mənzərə nədir, onu olduğu kimi ortaya qoymalıyıq. Məsələn, bəziləri elə belə deyim, özlərində bir təsəvvür formalaşmaya çalışırlar ki, sanki İslamdan əvvəl türklər monolit bir vahid inanca malik olan qüdrətli bir xalq etnosu idi. Bütün xalqlar bir-biri ilə yaxın idi. Hətta utopik o Turan düşüncəsinin də bunda bir rolu var bu fantaziyaların ortaya çıxmağında.
Amma soruşsan ki, İslama qədər bir dənə belə deyim, türk ədibi, şairi, mütəfəkkiri, rəssamı göstər ki, bu gün biz onu belə deyib, əlimizdə bayraq edib dünyaya tanıdaq. Mən yəni şəxsən tanımıram. Amma İslamdan sonra tonlandı. Əlbəttə ki, məsələ bundan ibarət ki, İslam stimul verdi insanlara. Qurani əsaslar var, insani yaşam tərzi normalarında təbii ki, insana gözəl yaşamağı təbliğ edir. Bu gözəl yaşayışın içində kreativ düşüncənin öz yeri var. İslam bunların heç birinə mane, əngəl törətməyib. Əksinə sövq elədi İslamla. Sövq elədi. Elm öyrənin, məsələ bunda İslamın kosmos sadəcə öyrənin, hər şey. Belə deyək də, hər bir əqidədə olan savaşlar, intriqalar və s. İslamın sonraki dövründə də gözə dəyir, müşahidə olunur. Buna görə İslamı inkar etmək, yəni məntiqsiz bir düşüncədir. Təbii. Onda bu ilk sualları müxtəsərləşdirsək, belə deyərik ki, türklər İslamdan öncə vahid inancda olmayıblar. Və o bəzi pafosda çıxış eləyən adamların heç də dediyi kimi, yəni İslam türkləri bir-birindən düşmənləmədi. İslamdan əvvəl də türklərin yetəri qədər öz aralarında döyüşləri var. Və türklər İslamı zorla qəbul eləməyiblər. Bunu da aydınlaşdırdıq və bir də türklər İslamdan sonra daha həm dövlətçilik ənənələrində, həm elm sahəsində, həm incəsənət sahəsində bir növ İslam daha çox stimul verdi türklərə ki, daha da inkişaf eləsinlər. Bir məqam da var, sözlük dəstək bayaq dedik ki, türklərin İslamla ilk tanışdığı məsələsi. Mən xatirimə düşdükcə cavab verməyə çalışıram. Türklərin İslamla ilk yaxınlığı eləməz 7-ci əsrdən başlayır. 7-ci əsrin təxminən 30-40-cı illərdən başlayır. Çünki qaynaqlarda qeyd olunur ki, Cəməl savaşında, yəni Əli ibn Əbu Talibin ordusu ilə Ayşənin ordusu üz-üzə gələrkən Ayşə Əlinin ordusunun sağ cinahına boylandı və gördü ki, qırmızı bir rəngdə, geyim tərzində olan insanlardan ibarət bir cinah var və soruşdu ki, onlar kimdir o qırmızı dalğa kimi dalğalanır, ləpə kimi və dedilər ki, onlar Azərbaycan aldonlulardır və Əlinin qoşununda onun ən cəsur döyüşçüləri kimi tanınırlar. Və Azərbaycan aldonluları sonradan ərəb dilində Həmra Muhammerə sözü ilə. Aldonlular, yəni qırmızı paltarlıları. Aldon, qırmızı geyinmişlər və eyni Muhammerə kəlməsi də Xürrəmlərdə qırmızı geyinmişlər mənasını verir. Məsələ bundan ibarətdir. Bunlar Həzrət Əlinin ordusunda döyüşürlər. Ordusunda, Cəməl savaşında bunlar döyüşüblər, sonradan Siffeyn savaşında da olublar və məsələnin yanlış qoyuluşu bilirsiniz nədədir? Bütün xalqlar öz kökünü ön Asiya mədəniyyətindən yayılma kimi göstərir bu bölgədə. Amma türkü nədənsə aparıb Altaya calaq edirlər ki, siz oradan gəlmisiniz. Bizim dediyimiz bundan ibarətdir ki, türklər də Azərbaycanda əsas etnoslardan biri kimi aborigen və yerlidir. Yəni bir halda ki, bunun kökünü dini mifoloji mətnlərdən də götürsək, Nuhun oğlu Yafətin soyu olaraq türklər gedir. Necə ola bilər ki, bunun Ham, Sam kimi oğullarının nəsilləri buradan, yəni İraqın şimalında olan Cudi dağından yayıldı bəşəriyyət, amma Yafətin soyu hansısa Altaydan gəldi bura. Bu məntiqsizdir axı. Yəni burada söhbət türkə qarşı olan qısqanclıq var. Məsələn, onlar belə deyim, özlərinin az saylı etnoslarına qədim tarix yazmaq həvəsindədirlər və Sovetdən qalma bir sindrom yaşayırlar. Bu baxımdan nəyin bahasına olur olsun, türkün buradakı tarixin üzə çıxmağına imkan vermək istəmirlər. Ancaq fakt faktında qalır. Bu bölgə xalqlarının bir çoxu kimi türklər də öz ata yurdunda, Azərbaycanda aborigendir, yerli xalqdır, ən qədim etnosdur. Amma vahid xalq deyil də, düzdürmü? Çünki başqa xalqlar da var türklərlə bərabər Azərbaycan. Aborigen sayılan xalqlar, düzdürmü? Bu doğrudur yoxsa aborigen sadəcə türklərdir burada? Biz etnoqrafik oçeklər Azərbaycanda işlənib hazırlanmaması hər bir etnik qrupa özünə məxsus bir tarix yaratmaq həvəsi verib. Yəni boşluqda, məsələn, Saxur özü üçün, İngiloy özü üçün, nə bilim, Haputlar, Qırızlar, hər birisi, məsələn, bugünkü Udinlər gətirib özünü Qafqaz albanlarına calıq eləyirlər. Onların deməzdim Udinlərdən danışarkən, onların adından çıxış edənlər. Bəzi din xadimləri var, onların Alban deyil ki, o dinlər. Məsələnin kökü bilirsiniz nədədir? Bunlar Qriqoryan kilsəsidir. Albanlar axı Qriqoryan kilsəsi olmayıb. Ayrıdır. Bu nöqteyi nəzərdən bir Udin, Qriqoryan məzhəbinə qulluq edən Udin necə deyilə bilər ki, o pravoslav albanların varisidir?
Yəni bu ən elementar bir şeydən bəlli olur ki, belə deyim, Udinlərin adından çıxış edən bəzi şəxslər Qarabağdakı monastırları ələ keçirmək uğrunda lazımsız mənasız bir savaş aparırlar. Udinlərin adı Osmanlı təhrir dəftərində Çıldır vilayətindən gəlmişlər kimi qeyd olunur. Çıldır vilayəti aradı? Türkiyənin cənub-şərqi. Hə. Yəni həmin bölgədən köçürülmə gəlib çıxırlar Udinlər. bura bəli 18-ci əsrin əvvəllərində və o dövrdən başlayır. Udinlərin bu gün yaşadıkları Niç kəndi, Niç kəndin qəbirstanlığına baxsaq, ən qədim qəbir daşının yaşı 270 ildən o yana deyil. Sadəcə həmin ərazidə nəmişlik var deyə qəbirlərin üstü mamır basır və bunu qədim qəbir kimi görüntü verir. Ondan da yola çıxanlar gəlib orada başlayırlar ki, Udinlər qədim Alban varisləri. Yaxşı, bu qədim Alban varislərinin niyə bir dənə monastırı yoxdur erkən orta əsrlərə aid? Monastır yox, amma kilsələri Yəni var. yaşadıkları Niç kəndidir. Niç kəndində bir dənə kəndində 1500-1700 illik tarixi olan tarixi abidə varmı? Yoxdur. Ən qədim kilsə orada 1830-cu ildə tikilib. Niç kilsəsi. Ondan sonra da daha bir kilsə tikdilər. Yəni siz hər bir etnos özünü süni şəkildə qədimləşdirməyə çalışmalı deyil. Hər bir etnosun qədim tarixi olmaq zorunda da deyil. Azərbaycanda hər hansı bir etnosa sənin qədim tarixin yoxdur deyə gözüm çıx deyə salınmır. Bəli. Məsələ bundadır. Yəni zülm deyil ki, hər bir xalq özünə qədim tarix yazsın. Olanı ortaya qoymaq. Bizim demək istədiyimiz bundan ibarətdir və eləcə də Türklərin Azərbaycandakı tarixinin ən azı 5000-7000 il yaşı var. Bu haqda məsələn tarixçi alim Firudin Ağasoğlu'nun Türklərin İslama qədərki tarixi adlanan çox cildliyində olduqca çoxlu sayda faktlar var. Yəni Həmid Araslı'nın? Firudin Ağasoğlu. Firudin Ağasoğlu, hə. Və onun yazdığı əsərdə hədsiz dərəcə çoxlu elmi tarixi faktlar var ki, Türklərin burada bir neçə min illik tarixinin, özə köklü tarixinin olduğunu sübut edir. Yaxşı, indi gəlin baxaq, indi İslam kontekstinə qaytarırıq məsələni. İslamın gəlişindən sonra 1400 il ərzində Azərbaycanda mövcud olan tarixi abidələr daha çoxdur, yoxsa İslamın gəlişindən öncəki dövrə aid olan? Bunları biz sadalasaq görəcəyik ki, son 1400 ilə aid olan abidələr daha çoxdur. Çoxdur, bəli. Yəni, qədim dövrə aid olduqca az sayda, belə deyim, tarixi abidə qalıb. Bunların da çoxsu xristianlıqla bağlı abidələrdir. Çoxu da bəli, monastırlardır və s. Yenə də o səmavi dinlərin təsiri dairəsində olan. Məsələn, deyəsən ki, qədim dövrə aid bir Xudafərin körpüsü kimi bir körpü qalıb, İslamdan əvvəlki dövrə aid yoxdur. Yoxdur, təbii. Və yaxud da qədim bir qala kompleksi ki, məsələn, olduğu kimi qalıb. Məsələn, yalnız Dərbənd qalasını biz nümunə göstərə bilərik. O İslamdan öncə qalan abidələr. Yəni qədim Dərbənd qalasıdır bu. Hətta keçmiş SSR arasında Kerç qalası ilə bərabər onun da adı ən qədim qala olaraq çəkirdi bu bütöv coğrafiyada. Yəni demək istədiyim nədən ibarətdir? İslamın gəlişi ilə bağlıdır. Azərbaycanın böyük bir mədəni belə deyim səviyyəyə yüksəlməsi. İslamın gəlişi ilə bağlıdır. Bizim dil normalarımızın tədricən qaydaya düşməsi, bu belə deyim, xalqımızın içindən dahi mütəfəkkirlərin ortaya çıxması, ədiblərin, şairlərin ortaya çıxması, İslamın gəlişi ilə bağlıdır. Bəli, infrastrukturu necə deyirlər, tarixi abidələrin artıq belə deyim, təkcə kilsə monastırlardan ibarət olmadığı bir ortam təsəvvür edin. Burada körpülər, mədrəsələr, tikilən məscidlər, bunlar belə deyim, hər hamısına biz sırf dini abidə kimi yanaşa bilmərik ki. Elə məsələn hamamlar var, müxtəlif komplekslər, baxırsan ki, artıq böyük bir mədəniyyət layı gəlir. Belə deyim, İslamın gəlişi ilə. Bunu inkar etmək qeyri-mümkündür. Təbii. İndi burada gələk mövzunun o ən əsas nöqtələrindən birinə, hansı ki, o dediyimiz kimi də bu türk mövzusu ortaya atılanda əsas iddia olunan şeylərdən biri budur ki, İslam türkləri bir-birinə düşmən elədi. Yəni İslamın gəlişi, halbuki biz bunun əksin isbat elədik burada, söhbət elədik ki, belə deyil əslində, birləşdiricidir. Ümumiyyətlə İslam dini hansısa türk tayfaları arasında, türk xalqları və ya türk dövlətləri arasında hər hansı bir döyüşə səbəb olubmu ki, yəni bunun səbəbi İslam dinidir. Biz belə bir şey iddia edə bilərik ümumiyyətlə hansısa bir döyüş haqqında. İslam tarixində misal, türk dövlətlərinin tarixində.
Yəni səbəb İslamdır deyə türk dövlətlərinin tarixində savaşlardan danışa bilmərik. Yəni burada müxtəlif amillər var ki, biz həmin amilləri mütləq surətdə təhlillərdə, analizlərdə göz önündə tutmalıyıq. Məsələn, belə deyək, yaranmış türk dövlətləri əsas ticarət yollarını, nəzarəti əlində saxlamaq uğrunda bir-biri ilə mübarizə aparırlar. Məsələn, Osmanlı dönəmində, Səlimin dövründə Şah İsmaillə olan savaşlar, Çaldıran savaşda daxil olmaqla, bunların əsas məqsədi heç də İslam olmayıb. Heç birisi, o İslam belə deyim, təbii ki, mövcud iqtidarın istinad etməyə çalışdığı, özünə bir legallıq vermək, süsü vermək istədiyi bir ortamda onlar bəli, hansısa fətvalardan və s. istifadə edə bilərlər. O demək deyil ki, bu həqiqətdir. Amma səbəb İslam olmuyor. Səbəb İslam olmuyor, çünki İpək yoluna nəzarətin üstündə savaş gedirdi. Yəni, məsələ bundan ibarət idi. Və necə deyə bilərlər ki, İslamdır ki, burada siz məzhəblərin bir-biri ilə olan savaşı kimi də təqdim etmək olmur. Yaxşı, bunu sən deyəcəksən. O zaman Teymurla Yıldırım Bəyazıtın savaşı, olar ki, ikisi də eyni məzhəbdən idi. Və yaxud da Məmlüklərlə Sultan Səlimin savaşları. Eyni məzhəbdən bunu sən necə, hansı don geyindirəcəksən? Səfəvi Osmanlıya məzhəb donu geydirirlər ki, güya biri şiə, biri sünni olduğuna görə bunlar. Halbuki doğrudan adam fikirləşəndə, yəni biraz absurddur. Adicə Yeniçərilərin, məsələn, Osmanlı ordusundakı Yeniçərilərin özlərinin o şiə düşüncəsinə daha yaxın olduğu görülür. Bəli. Yəni bunlar zaten bu Səfəvi ilə döyüşənlərin özləri də şiə idi də. Yeniçərilər idi əsas döyüş gücü və bunlar özü də şiə idi Səfəvilər kimi. Yəni burada bu təqdim olunma, bunun mahiyyəti nədir? Yəni bunu niyə eləyirlər belə ki? Yəni bunu sırf bizə bir məzhəb, din davası kimi göstərməyə çalışırlar. Yəni bir tarixçi kimi heç düşünmüsünüz bu barədə? Niyə bunu belə eləyirlər? Niyə çalışırlar buna? Bilirsiniz, hər bir xalqın milli kimliyinin ərsəyə gətirən faktorlar var. O faktorlar, belə deyim, məhz Səfəvi Qızılbaş dövlətinin dönəmində bizim bugünkü milli kimliyimizin təməl fundamenti atıldı. Çünki o vaxta ona qədər də qara qoyun dövlətləri var idi, amma milli kimlik faktoru bu dərəcədə önəmsənmirdi. Bəli. Və diqqət eləsək görək ki, məhz Qızılbaş dövləti dönəmində bizlər etnokonsolidasiya olmuş bir toplum olaraq belə deyim, öz milli kimliyimizi və dövlətçilik amallarımızı bir araya gətirib əqidə əsasları üzərində dövlət qurduq. Və maraqlı nədir? Adətən hansısa məzhəbin tərəfdarları hakimiyyətə gələrkən o məzhəbin doqmalarını şəri əsaslar olaraq dövlətin təməl prinsipləri kimi təqdim edirlər və onu tətbiq edirlər. Ancaq məsələn Şah İsmail dövründə dövlət şəriətlə idarə olunmayıb. Bəli. Yəni məsələnin kökü ondadır ki, tarixçilərindən də bəzilərində yanlışlıq var. Yəni bu baxımda, çünki 20-ci əsrin tarixçilərin bir qismi məzhəb və təriqət fərqlərini ayırd eləyə bilmirdi. Yəni bir kərə bu yanlışı düzəldək ki, Şah İsmail şiə deyildi. Heç bir əsərində də özünü şiə adlandırmır. Sufi idi. Sufi Qızılbaş bəli. Xətti. Bu da məhz elə qədim türkün İslami inancını özündə əks etdirir. Amma Bektaşilik də sufi sayılır da, düzdürmü? Bektaşilər də, yəni, onlar da məzhəb şiəliyi sayılmır. Bəli, onlar da belə 14 məsum üzərindən yola çıxılan bir heterodoksal kimi görünən bir təriqətdir, sektadır, düşüncə tərzidir, axındır. Mənim demək istədiyim ondan ibarətdir ki, Şah İsmail Xətai şəxsiyyəti ətrafında yaradılan bir çox yanlış, belə deyim, iddiaların kökündə həmin iddiaları söyləyənlərin məzhəb və təriqət fərqini ayırmaması dayanır. Yəni, biz bundan yola çıxsaq görəcəyik ki, heç bir şiə-sünni savaşı yox idi. Hətta Osmanlının belə deyim, Qızılbaş fətvaları belə onu deməyə əsas vermir ki, burada sünni-şiə qətliamı var və yaxud da sünni-şiə ayrımı var və İslamı da burada alət eləməyə günahkar çıxardıb demək ki, bu səbəb məsələ İslamdır. Bu yanlış və belə deyərdim, çox dayaz düşüncədir. Təbii. Bu şəxslər ya bunu bilmirlər həqiqətən, ya da bilirlər, amma bir növ bizim Azərbaycan
cəmiyyətinin o sadəlöv şəxslərindən bir növ belə deyək də aldatmağa çalışırlar bilərəkdən. Bilmirik, doğrusunu Allah bilir. Ümid edirik ki, cahillikdən deyirlər bunu, bilmədikləri üçün deyirlər. Yəni bunu aldatmaq üçün demirlər inşallah ki. Və son sualı vermək istəyirəm Ceyhun müəllim sizə. Bu düşünürəm bu belə deyim də podkastın əsas o birləşdirici və yekunlaşdırıcı sualıdır. Hansı ki bu o əvvəldən ki dedi ya Türk məsələsini ələ alıb İslamı baltalamağa çalışanların əlində tutduğu ən böyük bayraq, ən böyük. Yəni bunların əsasını mən görməmişəm. Mən illərdir bu məsələlərin içindəyəm, hansı ki bu İslamı təbliğ edən şəxslərin belə müzakirələrimiz olur, izləyirəm, tənqid yazıram filan. Gördüyüm ən əsas arqumentlərdən biri budur ki, İslam Türkün milli kimliyini əlindən aldı. Yəni Türkün bir milli kimliyi var idi. Hansı ki bir siz çox gözəl bir şey vurğuladınız ki, o dövrdə əslində milli kimlik məsələsi o dövrdə deyildi, həqiqətən də belədir. Amma bunlar deyirlər ki, bizə İslam gəldi. Türkün bir milli kimliyi var idi. Bir milli ənənəsi var idi. İslam gəldi bunu Türkün əlindən zorla aldı və bir növ belə deyək də ərəbləşdirdi. Bu barədə bir qısaca danışaq və inşallah yekunlaşdıraq podkastımızı. Bu insanlara nə demək olar, necə bir əsas vermək olar? Bu insanların çoxu İslam'a olan qıcığından, belə deyək, İslamofob düşüncə tərzlərindən irəli gələrək bu cür fikirlər söyləyirlər. Yəni hər addımda İslamı hədəf almağa çalışırlar, kölgəsini qılınclamağa çalışırlar. Məsələnin kökü ondan ibarət ki, bayaq dediyimiz kimi, türklər İslama qədər vahid dini inancda deyirlər. Toplum olaraq böyük bir coğrafiyada eyni maraqlara sahib deyirlər. Eyni dəyərləri belə paylaşmırdılar. Ola bilər adət-ənənələri bir-birinə yaxın olsun, çünki bunlar eyni türk çətiri altında olan müxtəlif xalqlardır. Bəli. Ancaq bu demək deyil ki, onların vahid bir coğrafiyada vahid maraqlar, vahid belə deyim, hədəfləri olan bir cəmiyyətləri var idi. Xeyr, yox idi bu. Və əksinə İslam onları bir araya gətirdi. İslam onlara əqidə əsaslarını ortaya qoydu və anlatdı ki, belə deyim, Tanrı tanınmaz bir türk heç kimə gərək deyil. Çünki Türkün törəsində Tanrını tanımamaq deyə bir şey yoxdur. Bəli. Və eyni zamanda da bu fikri söyləyən bəzilər bilir ki, mən İslam yolunda deyiləm, mən İslamdan çıxmışam, mən deistəm. O adama sual verirlər, deizm nə deməkdir? Deizm tanrıçılıqdırsa və siz deyirsinizsə ki, bu bütün dogmalar, şəri, yasalar və s. hamısı yalandır, Quran yalandır, nə peyğəmbərə, nə kitaba ehtiyac yoxdur. Yaradanı tanıdım, bəs eləyir. O zaman belə çıxır ki, Yaradan yaradıb və başlı-başına buraxıb ki, gedin nə istəyirsə eləyin. Əslində onların yaradıcı dediyi varlıq ki var. Bunun yəni nə tengriçiliklə, nə İslamla, deizm sadəcə bir növ qorxaq ateizmdir. Yəni əslində onların Tanrı dediyi varlığın özü enerjidən fərqlənmir. Yəni ateistin dediyi enerji ilə deistin o Tanrı adı verdiyi varlıq arasında ciddi bir fərq yoxdur. Böyük şübhələrə düşdüyünün göstəricisidir. Bəli. Yəni məsələ bundan ibarət ki, heç bir o sözü deyən insanın özü hər hansı bir övladını dünyaya gətirib küçəyə atmaz ki, get, iməklə, yaşa, özünə qida tap və ölməməyə çalış. Təbii. Yəni bunu etmədikləri halda nə hansı düşüncə ilə düşünə bilərlər ki, Tanrı insanları yaradıb atıb küçəyə ki, gedin nə istəyirsə eləyin və çalışın ölməyin. Çalışın yaşayasınız və bir-birinizi qırmayasınız, güllük, çiçəklik, firavanlıq içində yaşayasınız. Mümkün deyil ya. Bu deizmin və tengrizmin bugünkü təqdimatı tamam naqis və olduqca bəsitdir. Bunu bir insan özü üçün anladıqda artıq düşünür ki, mənim inanc, əqidə müstəvim o zaman hansı olmalıdır? Bütün yollar gətirir, çıxardır son təkmil dinin üzərinə. Və o təkmil din ki, məhzəbüstü düşüncə ilə qəbul edilməlidir. Hansısa məhzəbə girməklə dini qəbul etmək, bunlar başqa-başqa şeylərdir. Təbii. İlk növbədə biz belə deyək də, intriqalardan kənar, hansısa hökmdarların ərsəyə gətirdiyi dini şəri dogmalardan kənar, məhzəbüstü Peyğəmbər İslamına istinad etmək istəyiriksə, təbii ki, ilahi kitab var ortada, ona baxacaqlar və onun əsasında fikir yürüdəcəklər. Mənim şəxsi baxış bucağıma görə İslam məhz Türkün tək tanrı inancının bəşəri qlobal versiyasıdır və daha təkmil bir versiyasıdır.
Yəni bu nöqteyi nəzərdən yanaşma heç bir Türkiyə zərər verməyib indiyənə qədər. Əksinə bizim fayda verib. bizim gördüyümüz yaranmış bütün imperiyalar, istəyir Əfşarlar olsun, istəyir Qacarlar, istəyir Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi Qızılbaş dövləti, bütün bu imperiyalarımız məhz belə deyim, müsəlman kimlikli türklərin ərsəyə gətirdiyi imperiyalardır. İslamın təkan verdiyi Bəli, İslamın təkamül verdiyi, belə deyim də, onun bayrağının əsasında formalaşdırılmış ideolojiyaya sahib bir toplum gəlir öz dövlətini qurur və bu maraqlı olan nədir? Türkün İslami əqidəsini digər qeyri-türk xalqları da səmimiyyətlə qəbul edirlər və onunla bir araya gəlirlər. Amma Türkün İslamsız türkçülük tezisi dünyanın özü ilə düşmən eləməkdən başqa heç bir şey yaramaz. Eynən. Yəni İslam o türklərə, məsələn, adi boşnaqlar, məncə türk deyil də boşnaqlar, ayrı millətlər, amma məsələn İslam onları bir növ türkləşdirib həqiqətən. Mən ümumiyyətlə Bosniya xalqını mən çox sevirəm doğrudan və mütəmadi belə izlədiyim bir toplumdur Bosniyalılar. Və doğrudan da məsələn onlar həqiqətən əvvəldə dediniz gərək qeyri-türkçü olsun da. Doğrudan da boşnaqlar çox türkçüdürlər. Yəni türkləri çox sevirlər və hətta bəzən özlərini belə türk kimi də görürlər. Halbuki türk deyillər onlar. Yəni burada da o İslamın o önəmli faktoru var ki, doğrudan da necə birləşdirici bir funksiyadır ki bu. Türk olan Bolqarları məsələn türklərdən ayırıb qeyri-müsəlman olmaları. Amma türk olmayan boşnaqları daha da türkləşdirib. Yəni ona görə də İslamın məncə birləşdirici funksiyası siz dediyiniz kimi daha önəmlidir. İslamın aşıladığı sevgi, insana aşıladığı necə deyim, xoşgörü və bu yanaşmaların müqabilində xalqların bir-biri ilə sövq-i təbii yaxınlaşması, yəni necə deyək, məhz ilahi kitabın yasalarına uyğundur. Və məsələn Bosniyalıları siz misal gətirdiniz, bəli, onların əsl elə türkçü onlardır. Bəli. Mən bayaq belə bir ifadə işlətdim. Türkün yenidən türkçü olmasına ehtiyac yoxdur. Eynən. Yəni türkü sevən deməkdir. Necə ki Stalinçi deyirik, Stalini sevənlər, Rəsulzadəçi deyirik, Rəsulzadəni sevənlər. Yəni Stalin özü Stalinçi ola bilməz. Məsələnin kökü bunda, məntiq bunu deyir ki, bir türkün türkçü olması, yəni o adamın dərin düşüncə sahib olmasına xəbər vermir. Türkçü məhz özü, məsələn, qeyri-türk etnosundan olub türk xalqına sevgi, məhəbbət bəsləyən insanlara türkçü demək mümkündür. Yəni əslində türkçülük budur. Biz türkçülük və türkçülüyün arasında bir incə nazik xətt var. Onu görməyə çalışmalıyıq da, belə deyək. Eynən. Ceyhun müəllim, mən sizə çox təşəkkür edirəm. Həqiqətən çox maraqlı mövzu oldu və mən özüm də çox yeni bilgilər əldə elədim burada. Danışdığımız mövzu ərzində, verilişimiz ərzində inanıram ki, izləyicilərimiz də yetəri qədər bilgi əldə eləyəcəklər podkastdan və həqiqətən mənim üçün də, inşallah izləyicilər üçün də maraqlı olar bu veriliş. Mən sizə təkrardan təşəkkür edirəm bu layihədə bizə qoşulduğunuz və iştirak elədiyiniz üçün. Əziz dostlar, bugünkü qonağımız tarix üzrə fəlsəfə doktoru, tarixçi Ceyhun Bayramlı idi və mövzumuz türklər və İslam idi. Ümid edirik ki, sizlər üçün maraqlı bir mövzu olacaq.